İki otağa düzəlmə super təmirli və təmirdən sonra yaşayış olmayan bir mənzildə sizi yaxından tanış edəcəm. Xoş gördük yeni bir gündə, yeni bir mənzildə əziz kanalımızın abunəçiləri. Mənzilimiz Ayna Sultanov heykəlinin yaxınlığında 10 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. 52 kvadrat ümumi sahəyə malik. Bir otaq, iki otaq studiya şəklində düzəlmə kupçalı bir mənzili təqdim edirəm. Sol tərəfdə daxil olduqda sanitar qovşağı, yataq otağı, eyvana çıxış hissə, giriş hissədə qranit mərmər və istifolla təsis olunub. Burada qonaq otağı və studiya mətbəx hissəsi, sağ tərəfdə isə üst geyimlərinizi yığa biləcəyiniz qardırob hissə yerləşir. Qazın suyu işığı daimidir, istilik sistemi fərdi olaraq kombidir, sənəd, kupça çıxarışdır. Bu şəkildə belə bir qonaq otağı var. Lazım olan bütün aksesuarlarla təmin olunub. Alıb yaşamağa və icarə vermək üçün əla bir təklifdir. Qonaq otağı ilə mətbəx hissənin arasını kəsən siyirmə bir şüşə hissədən ibarətdir. Baxın, bunu açdıqda qonaq otağı ilə mətbəx arasındakı əlaqəni aydın şəkildə açmaq mümkündür. Yığılmış tam mətbəx hissə mövcuddur. Baxın, bu şəkildədir. Lazım olan aksesuarlar təmin olunub. Mənzilin mətbəx hissəsinin pəncərəsi tam vitrin pəncərədir. Birbaşa əsas yola baxır, Nərimanov istiqamətə baxışı mümkündür. Orta evdir, gün düşəndir. Qaz, su, işıq təminatı fasiləsiz, sənəd isə kupçadır. Keçək digər hissələrlə də yaxından tanış olaq. Burada mənzilin sanitar qovşağı yerləşir. Lazım olan aksesuarları təmin olunub. Döşəmədə qranit mərmər və istifoldan istifadə olunub. Burada isə mənzilin yataq otağı yerləşir. Baxın, bu şəkildə belə bir geniş, ağırlı bir yataq otağı var və yataq otağının daxilindən eyvana çıxış mümkündür. Geniş bir eyvan hissə var. Baxın, açılmır, bu şəkildədir. Baxın. Kombimiz yerləşir, qaz sərğazımız orada yığılır şəkillədir. Mənzilimiz 10 mərtəbəli binanın 7-ci mərtəbəsindədir. 52 kvadrat ümumi sahə, qanunlu bir otaq, 2 otaq studiya şəklində düzəlib, sənəd kupçadır. Qiymət 207.000 manatdır və real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək.